Yəni həyat bu qədər fanidir. Həyat bu qədər gözlənilməz acı sürprizlərlə doludur. Və oxuyanda deyirəm, necə, mən gördüm axı, necə oldu, yəni necə? Yəni ürək budur. Qəflət ölüm dediyimiz budur. Cabiri sevənlər çoxdur və mən inanıram ki, bu xəbəri bugün əksər yox, bütün insanlar təəssüf və kədər hissi ilə qarşıladılar. Çünki Cabir bugünə kimi bizi ancaq güldürüb. Cabir bugünə kimi bizim ancaq üzümüzə təbəssüm bəxş edib və birdən-birə Cabir hamını hüzünə yasab olubdu. Mən onun anasına, mən onun atasına, mən onun qardaşı Tahir İmanova, mən onun o balaca o gün gördüyüm oğluna, ailəsinə, bütün sevdiklərinə, balalarına, buradan xanımına səbir arzuluyuram. Allah səbir versin, çətin itkidir. 49 yaş, o yaşa çatanlar bilir ki, heç nədir. Amma necə ki deyirik, bəli, şəhidlərimiz vətənimizi azad etdilər. Amma bu 44 günlük vətən müharibəsinə qədər başqa cəhbələrdə də savaş gedirdi bizdə. İnformasiya müharibəsi heç, bizim artıq qanımıza hopmuşdu. Amma bax, Şən və Hazır Cavablar Klubu, Bakılı oğlanlar, Parniz Baku, bunlar hamısı bir mübarizədə idilər və hansı dönəmdə bizə əsrin çempionluğunu gətirmişdilər. Cabirin heç istisnasız bütün o səhnələrdə, tədbirlərdə böyük rolu və payı var idi. Yerin cənnət olsun. Amin.